Salam dəyərli izləyicilər, dəyərli Qarabağ sevərlər. Qarabağ komandası bu il Çempionlar Liqasına birinci yoxsa ikinci təsnifat mərhələsinə başlayacaq. Artıq bu sualın cavabına rəsmi şəkildə cavab verə bilərik. Qarabağ komandası hansı mərhələdən başlaması Real Madrid Borussia Dortmund qarşılaşmasından, yəni Çempionlar Liqasının finalından asılı idi. Artıq final yekunlaşdı. Bir qədər sonra finalın yekun nəticəsi eyni zamanda Qarabağ komandasının hansı mərhələdən Çempionlar Liqasına qoşulacağı və oyun tarixi, püşkatma tarixi və potensial rəqibləri barəsində bəzi məlumatları sizin nəzərinizə çatdıracağam. Sona qədər videonu izləsəz, təbii ki, bunlardan xəbərdar olacaqsınız. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutun. Fikirlərinizi mütləq şərhlər bölümündə yazın və dostlarınızla videonu paylaşmağı unutmayın. Mən sizə xəbərlərə keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası Çempionlar Liqasına hansı mərhələdən başlayacaq? Bu suala artıq aydınlıq gəlib. Belə ki, Çempionlar Liqasının finalında Real Madrid komandası Borussia Dortmund komandasını 2-0 hesabı ilə məğlub edib. Belə ki, Carvajal və Vinicius'un qolları ilə 2-0 hesabı ilə qalib gələn Real Madrid komandası tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Möhtəşəm sayda, həqiqətən 15 dəfə Çempionlar Liqasının qalibi. Həqiqətən də bu çempionatın, Çempionlar Liqasının qaliblərin qalibi yarışının belə deyək, sahibi, ev sahibi Real Madriddir. Real Madrid komandası həqiqətən də möhtəşəm nəticələr göstərir. Hətta favorit hesab olunmurdu bu mövsüm. 5-ci, 6-cı favorit komanda sırasında göstərilirdi. Amma gördüyünüz kimi kimləri kənarlaşdırdı Çempionlar Liqasından? Elə Almaniyanın 4 klubunu, deməli Union Berlin, Leipzig, Bavariya və Borussia Dortmund komandasını məğlub etdi. Manchester City-ni məğlub etdi. Bu kimi komandaları məğlub etdi və bu il çempionluğu bacardı. Bu münasibətlə Real Madrid azarkeşlərini təbrik edirəm və dərhal dəyərli dostlar, deməli Qarabağ haqqında məlumatda sizin nəzərinizə çatdırmaq istəyirəm. Qarabağ komandası ikinci təsnifat mərhələsindən başlayacaq, çünki Real Madrid çempion oldu. Belə olduqda Şaxtyor komandası playoff mərhələsində yox, birbaşa liqa mərhələsindən başlayacaq və playoff mərhələsindəki onun boşluğunu deməli ikinci mərhələdən Dinamo Zagreb komandası dolduracaq. Bu münasibətlə Mahir Əmrəlini təbrik edirəm və birbaşa playoff mərhələsindən yüksəlmiş oldular. İkinci mərhələdə yaranmış boşluğu isə deməli birinci mərhələdən ikinci mərhələyə yüksələcək 2 komanda, reytinginə görə ən yüksək reytinqə malik olan 2 komanda dolduracaq. Bunlar Ferencvaroş, Macarıstan çempionu və Azərbaycan çempionu Qarabağ komandasıdır. Müvafiq olaraq Ferencvaroşun 35, Qarabağın isə 33 xalı var və birinci təsnifat mərhələsində yer alan komandalar arasında liderdirlər bu göstəricilərə görə. Ona görə də bu komandalar, yəni Qarabağ və Ferencvaroş birinci yox, ikinci təsnifat mərhələsindən yarışa qoşulacaq. Qeyd edim ki, ikinci təsnifat mərhələsinin püşkatması 19 iyun tarixində atılacaq. Qarabağın potensial rəqibləri haqqında sabah bir video təqdim edəcəm sizə, hansı komandalar Qarabağa rəqib ola bilərlər. Oyun tarixinə gəldikdə isə 23-24 iyul və 30-31 iyul tarixlərində Qarabağ komandası Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarını keçirəcək. Qeyd edim ki, Qarabağ komandasının ilk oyunu Bakıda başlayacaq, yəni 23 ya 24 iyul tarixində bu başlayacaq oyun. Bakıda Tofiq Bəhrimov adına Respublika stadionunda başlayacaq. Uğurlar diləyək Qarabağ komandamıza. Siz də öz fikirlərinizi yazın. Sizcə Qarabağ komandası ikinci təsnifat mərhələsindən başlamağı daha yaxşı mı oldu, yoxsa birinci təsnifat mərhələsindən başlasaydı daha yaxşı olardı? Əslində burada bir qədər komandanı formalaşdırmaq, yeni transferlər üçün vaxt udmuş olur Qarabağ komandası. Digər tərəfdən bilirsiniz, Qarabağ komandası mərhələdən mərhələyə güclənən bir komandadır. Ona görə birinci mərhələdə daha asan rəqiblərlə qarşılaşıb, belə deyək, turnirə adaptasiya olmaq, eyni zamanda burada qələbə qazanıb ölkə reytinqini və klubun şəxsi reytinqini yüksəltmiş olacaqdır. Digər tərəfdən əlavə reklam gəlirləri, sponsor gəlirləri və mərhələ keçidinə görə gəlirlər əldə edəcəkdir. Bunlardan artıq məhrum olacaq. Amma sadəcə birbaşa ikinci mərhələdən başlamaqla belə deyək, əlavə 2 oyun keçirməkdən canını qurtarmış olacaq. Siz də fikirlərinizi yazın dəyərli dostlar bu barədə. Transfer xəbərləri və eyni zamanda Qarabağın və digər klublarımızın Avrokuboklardakı yolu, potensial rəqibləri barəsində təbii ki videolar
mütləq gələcək. Kanala abunə olub bildirişi açıq tutun. Videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ekranda gördüyünüz videolardan bir neçəsini izləyə bilərsiniz. Hələlik.